Həsən, sən xoş gəlmişsən. Sağ ol. Həsən, Acer Predator sahibi olma necə bir hissdir? Təbii ki, süper hissdir. Yəni xəyalımdakı kompüter demək olar ki, aldım. Təbii ki, ekran sürəti olsun, ekran kartı olsun, hər şey demək ki, idealdır. Sən ilk mən bilən belə bir güclü notebook-a Oyun notebook-u bəli. Ondan qabaq belə sadə modellər olur. Bəli. Biz çoxdan izləyirsən də yəqin. Elə əsasən sizin dükanı tanıyırdım, elə araşdırdım, elədim. Axırda dedim, mən idealı budur, gəldim elə buradan da aldım. Sən tələbəsən. Bəli. Neçə kursda oxuyursan? Hələ ki bir. Hələ ki bir. İnşallah gələcək planlar nədir? Təbii ki, ixtisasım üzərində bir iş tapa bilsəm, onun arxasınca gedəcəyim. Özüm də elə idmanla məşğulam, futbol üzrə. İstəsəm onun da arxasınca gedərəm. Həm onu təhsil alsan, həm də idmanla məşğul olsan. Gözəl bir şeydir. İndi həm dərslərim falan üçün istifadə edəcəyim, həm də ki, təbii ki, boş vaxtlarda oyun falan. Oyun Əsas oyun üstündə. Təbii ki, burada kompüterə oyun oynamasan buna xəyanət eləmiş olarsan. Və iki bir şeydir. Götürdüyün notebook həm incədir. Bu Zephyrus'dan da belə deyək ki, yüngüldür. Söhbət gedir Acer Predator Helios Neo 16. Özdə bu AI ilə, yəni süni intellektdə idarə edə bilərsən, dəstəkləyir. Məncə sən bu notebookda hər bir şey edə bilərsən. Çünki indi izləyənlərə deyək, burada Intel Core Ultra 9 prosesordur. Notebook'un ən bahalı eləyən hissəsi OLED matrisa. Matrisa burada OLED'dir, plus 2K plus ekran cihazı var. 16 GB DDR5 operativ yaddaşdır. 1 TB hesab etməmsə M2 SSD idi. Videokartdakı RTX 5068 GB. Belə bir notebookda sən hər bir şey görə bilərsən. İstəsən oyun oynaya bilərsən, proqramlaşdırmadır, süni intellektlə idarə olunmasıdır və s. və ilax. Bunu güvənərək al. Və təbii ki, oyun oynayacaqsan. Hansı oyunlar oynayacaqsan? Birinci hər şey GTA-nın çıxmasını gözləyirəm, GTA 6. GTA 6. Təbii ki, əsas o Red Dead Redemption olsun. İndi qrup yoldaşlarımla və ya da rayon dostlarım da, onlar da təbii ki, alıbdır universitetə girdikləri üçün. 100% bir Minecraft server açır. Onda da Minecraft oynayacaq. Düzdür, bu kompüterin təbii ki, haqqını verən oyun deyil, çox aşağı səviyyədədir. Amma ki, belədir ki, istənilən oyunda oynaya bilərsən burada. Digər oyunlar dediyim kimi GTA 6-dır, Red Dead Redemption-dır, Cyberpunk-dır, Valorant falan, PUBG-nin özü də olacaq, FPS oyunları. Çox böyük bir ləzzət alacaqsan bu notebookdan, çünki bu notebookunu görə bilməyəcəyi düşünürəm ki, iş yoxdur. Demək, Həsən bizdə həm tələbədir, gələcək üçün planları da var və eyni vaxtda idmanla da məşğul olur. iComp izləyir. Buradan bizi izləməyənlərə tövsiyə görə ki, siz də iComp izləyin. iCompdan bu və yaxud da ki, digər notebook və yaxud da masaüstü kompüterləri da əldə edə bilərsiniz. Həsən, sənin üçün xeyirli olsun. Sənə uğurlar arzulayıram. Bizi seçdiyin üçün ayrıca təşəkkür edirəm. Bizi izləyib və belə deyək ki, notebook arzusunda olanlara isə arzu eləyək ki, onlar üçün də qismət olsun. Salamat qalın.